Salam hər kəsə. Bu gün 23 noyabr olan güvən sınağına baxırıq. Başlayaq. Deməli, düz xətt bərabər təzyiqlə hərəkət edən cismin ikinci saniyənin sonunda sürəti 18 metr/saniyə, 5-ci saniyənin sonunda isə 6 metr/saniyə olmuşdur. Başlanğıc zamanında bu cismin sürətini hesablayın. Belə ki, biz görürük ki, sualda ikinci saniyənin sonunda cismin sürəti 18 idi. 5-ci saniyənin sonunda isə 6 olub. Yəni cismin sürəti zaman keçdikcə azalır. Və cisim necə hərəkət edir? Bərabər təcillə hərəkət edir. Bərabər təcillə hərəkət edən cismin əgər yavaşlayan hərəkət edirsə sürət düsturu aydın məsələdir ki, V bərabərdir V0 minus AT düsturu ilə hesablanır. İndi müəyyən qiymətləri yerinə qoysaq, belə ki, V0 minus ikinci saniyə, yəni 2A bərabər olub neçəyə? 18-ə. Və 5-ci saniyənin sonunda, yəni V0 minus 5A bərabər oldu neçəyə? 6-ya. İndi bizdən başlanğıc sürəti soruşur. Gəlin altdakı tənlikdən üstdəki tənliyi çıxaq. Belə ki, 5A çıx 2A, yəni yox, daha doğrusu biz yuxarıdakı tənlikdən altdakı tənliyi çıxaq. Onda olacaq ki, mənfi 2A çıx mənfi 5A ki, bu 3A edir, yəni 3 vur A bərabərdir. Deməli, 18 çıx 6-dan 12, A da bərabərdir neçə? A bərabərdir 4 metr/saniyə kvadratı. Gətirib tənlikdə yerinə qoysaq, bu tənliyi artıq silək, bu tənlikdə yerinə qoyaq. Olsun ki, V0 bərabərdir 18 plus 2A, yəni 2 vur 4 nə edir? 8. 18 plus 8 də 26 metr/saniyə doğru cavab D variantıdır. Baxaq 62-yə 2 cismin radiusu 30 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Birinci cisim 10 metr/saniyə sürəti K nöqtəsindən keçən anda ikinci cisim bu sürətlə M nöqtəsindən keçir. Bu cisimlərin ilk dəfə hansı zaman müddətində görüşdüyünü hesablayın deyir. Belə ki, fərz eləyək ki, bu cisimlər gəldi bu nöqtədə görüşdü. Bax, bu nöqtədə. Buradan belə bir çevrənin mərkəzinə doğru belə bir xətt çəkək. Belə bir xətt çəkək. Baxın, indi diqqət edək nəyə? Deyək ki, ikinci cisim bu qədər bucaq döndü. Yəni, bir F2 bucağı döndü. Ona birinci cisim nə qədər bucaq dönməlidir? Burada F2-ni dönəcək, baxın. Buradan, bu nöqtədən bura qədər F2-ni dönür. Plus 120 dərəcəlik qövsün uzunluğunu dönür. Yəni, belə ki, F1 bərabər olacaq. F2 üstə gələk. Daha doğrusu 120 dərəcə radiana çevirdikdə 2pi/3-dür. 2pi/3, çünki pi neçə dərəcədir? 180 dərəcə. 2 vur 180 dərəcə böl 3-də eləyəcək 120 dərəcə. Yəni, birinci cisim ikinci cismin dönmə bucağı üstəgəl 120 dərəcəlik qövsün dərəcə ölçüsünü dönəcək. İndi bizim filmimizin çevrə üzrə bərabər sürətli hərəkətdə aydın məsələdir ki, omega t-si var. Onda omega 1t bərabərdir omega 2t üstəgələk 2pi/3 olacaq. 2pi/3. Və biz görüşdüyü zaman axtarırıq. Bu zamanı görüşənə qədər keçən zaman eynidir hər ikisi üçün. Buradan birbaşa zamanı tapsaq, t bərabər olacaq deməli. 2pi/3 vur omega 1 çıx omega 2-yə. Buradan da qiymətləri yerinə qoysaq, pi 3-dür. Pi ilə 3 getsin. Olur ki, 2 böl omega 1 çıx omega 2. Və aydın məsələdir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə omeganın V/R var. Yəni, birinci cismin bucaq sürəti nə qədər olacaq? Birinci cismin bucaq sürəti V1/R-dən 10/30, 1/3 olacaq. 1/3 çıx. Omega 2 nə qədər olacaq? Sürəti 6-dırsa 6/30, yəni 1/5. 1/3-dən 1/5 çıxdıqda, deməli, 15-də 5 çıx 3, yəni 15-də 2, yoxsa, hədə 15-də 2, 2-lər də gedəcək bu cisimlər. 15 saniyə sonra görüşəcəklər, yəni ikinci testin doğru cavabı Y variantıdır. 63. Çevrə üzrə bərabər sürətdə hərəkət edən K və L cismlərin xətti sürətləri eynidir. K cismin bucaq sürəti 15 radian/saniyə olarsa, L cismin bucaq sürətini hesablayın. Bayaq da dediyimiz kimi, çevrə üzrə bərabər sürətli hərəkətdə dönmə bucağının sürət və radiusu əlaqədar belə bir düsturu var. Omega bərabər V/R. Əgər burada V sabit olarsa, aydın məsələdir ki, cismin bucaq sürəti çevrənin radiusundan tərs asılıdır. Və bu asıllığa nəzərən aydın belə yaza bilərik ki,
Deməli, K cisminin bucaq sürətinin L cisminin bucaq sürətinə nisbəti L cisminin radiusunun K cisminin radiusuna nisbətidir. Bu nisbət RL böl RK, R bölü 3 R'dən 1 bölü 3 olacaq. Görünür ki, burada görünür ki, R radiusu çevrə üzrə dönür, K 3R radiusu çevrə üzrə dönür. Bu nisbət də 1 bölü 3. Bu da bərabər olacaq. Deməli, bizim K cisminin bucaq sürəti 15 idi. L cisminin bucaq sürətini axtarırdıq. Gördüyünüz kimi, buradan bura 15 dəfə artıbsa, buradan bura da 15 dəfə artmalıdır. Yəni, 3'ü vururuq 15'ə, omega L olur 45 radyan bölü saniyə. Y variantı doğru cavabdır. 64. Cismə bir düz xətt boyunca yönələn modulları boğulan 3 qüvvə tətbiq olunmuşdur. Bu qüvvələrin əvəziyyətisinin ən kiçik qiymətini axtarırıq. Belə ki, ən kiçiyi tapmaq üçün belə bir yol var. Biz ən böyük qüvvəni, yəni F3 qüvvəsini bir tərəfə qoyacağıq. Qalan iki qüvvəni eyni istiqamətdə yönəldəcəyik. Boy ölçülərinə də biraz diqqət eləsək, bu F2, bu F2. Bu da F1, belə F1. Aydın məsələdir ki, cismə təsir edən əvəzləyici qüvvə modulca F3 çıx F2 üstəgəl F1'dir. Və buradan da əvəzləyici qüvvəni tapsaq, neydir? 9 çıx 11, yəni 2 Newton cismə təsir edən əvəzləyici qüvvənin ən kiçik qiymətidir. C variantı doğru cavabdır. 65. 8 kiloqram kütləli cisim müəyyən hündürlükdən sərbəst düşür. Sərbəst düşmə zamanı bu cismin çəkisini və cismə təsir edən ağırlıq qüvvəsinin qiymətini hesablayın. Belə ki, cismin çəkisi P bərabər sərbəst düşür, təcili aşağıdır. Cismin təcili aşağı olduqda çəki M, J minus A düsturu ilə hesablanır. Sərbəst düşən cismin təcili J-yə bərabər olduğundan J çıx J 0 verəcək və sərbəst düşən cismin çəkisi 0 olacaq. Bunu qayda olaraq da yadda saxlamaq olar. Sərbəst düşən cismin çəkisi 0-dır. Ağırlıq qüvvəsi isə bildiyimiz kimi ağırlıq qüvvəsi MJ düsturu ilə hesablanır. Və aydın məsələdir ki, 8 vurun 80 Newton cismin ağırlığı olacaq. Çəkisi 0, ağırlıq qüvvəsi 80 Newton, B variantı doğru cavabdır. 66. Cisim yer səthindən V0 sürətlə şaqili yuxarı atılmışdır. Bu cismin yer səthindən 4 V0 sürətlə şaqili yuxarı atıldıqda onun uçuş müddəti necə dəyişir? Hava müqamət nəzərə alınmır. Dedik ki, hava müqamət nəzərə alınmadıqda cismin təcili J-yə bərabər olur. İndi və J aydındır ki, yer səthi yaxınlığında sabitdir. Şaqili yuxarı atılmış cismin uçuş müddəti T uçuş bərabər 2V0 böl J düsturu ilə hesablanır. Buradan da aydın məsələdir ki, T uçuş düz asılı V0 idi. Görünür ki, cismin sürəti 4 dəfə artıb, yəni uçuş müddətdə 4 dəfə artmalıdır. A variantı nədir? Doğru cavabdır. Sıxılmış yaya bərk edilmiş cisim üfüqi səth üzərində sükunətdədir. Newtonun bir və ya ikinci qanununa nəzərən deyə bilərik ki, sükunətdə olan cismə təsir edən əvəzləyici qüvvə 0 olmalıdır. Cismə təsir edən sükunət sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlir? Bizə deyir ki, yay sıxılıb. Baxın, sıxılmış yay deyir. İndi sıxılmış yaya diqqət eləsək, yay sıxılıbdır. Baxın, bu tərəfə bir sıxılma var. Yay bu tərəfə sıxılıb. Onda Hooke qanununa görə elastiki deformasiya zamanı yaranan elastiklik qüvvəsi deformasiyanın əksinə yönəlməlidir. Yəni elastiklik qüvvəsi bu tərəfə yönəlməlidir. Bu elastiklik qüvvəsinin istiqamətidir. Və cismə təsir edən əvəzləyici qüvvəsi 0 olması üçün elastiklik qüvvəsi sağa yönəldikdə onun əksinə də bir qüvvə yaranmalıdır ki, bu cisim tarazlıqda qalsın. O da bu səth üzrə olan, bunu rəhli göstərək, sükunət sürtünmə qüvvəsidir. Yəni sükunət sürtünmə qüvvəsi sola yönələcək. Ona görə doğru cavab nədir? D variantı doğru cavabdır. 68. Sürtünmə qüvvəsinin dayağın reaksiya qüvvəsinin asıllıq qrafikləri verilmişdir. 1-2-3 nöqtələrə uyğun sürtünmə əmsalları arasında hansı münasibət doğrudur? Sürtünmə qüvvəsi μN düsturu ilə təyin olunur. Buradan sürtünmə əmsalını tapsaq, F sürtünmə böl N alınacaq. F sürtünmə görünür ki, Y oxundadır, N X oxundadır. Y və Y oxunun X oxuna nisbəti tangens alfanı verir. Tangens alfa. İndi diqqət eləsək, bu tangens alfa bu qrafiklərin
Bu x oxu ilə əmələ gətirdiyi bucağın tangensidir. İndi diqqət eləsək, bu bucaq artdıqca birinci rübdə tangens alfadan ağaracaq, artacaq. Fikir versək, birinci daha dikdir, yəni onun bu əmələ gətirdiyi bucaq 2 və 3-dən daha böyükdür. Yəni μ1 böyükdür. Bu 2 və 3 nöqtələri eyni xətt üzərində yerləşdiyindən onlar da bərabərdir. μ2 də bərabərdir μ3. Belə bir əlaqə alınır. μ1 böyük μ2 bərabər μ3. O da hansı variantdadır? Deməli, Y variantındadır. Doğru cavab Y variantı. 69. Elastiki deformasiya olunmuş verilmiş yayın sərtliyinin onun uzlarına təsir edən qüvvənin qiymətindən asılıdır. Hooke qanununa görə K bərabərdir F bölü X-dir. Bu F-in qiymətini nə qədər artırsaz, X-in qiyməti də o qədər artır. Və ya F-in qiymətini nə qədər azaltsaz, X-in qiyməti də o qədər azalır. Yəni, burada nisbət dəyişmir. Ona görə də verilmiş yayın sərtliyi sabit qalır. Yəni, verilmiş yayın sərtliyi nə qüvvədən, nə də deformasiyanın ölçüsündən asılı deyil. Yəni, sabit funksiya görməliyik biz. A variantı doğru cavabdır. 70. 30 Newton dartı qüvvəsinin təsiri altında düz xəttlə hərəkət edən 10 kq kütləli cismin sürəti modulunun zamanının asılı qrafiki verilmişdir. Cismə təsir edən sürtünmə qüvvəsinin modulunu hesablayın deyir. Diqqət eləsək, burada cismin sürət zaman qrafiki verilib. Biz sürət zaman qrafikindən nə tapa bilərik? Cismin təcilini tapa bilərik. Belə ki, cismin təcili, biz modulunu tapaq təcilin. Vahid zamandakı sürət dəyişməsidir. Buradan da alınır ki, A bərabərdir 0,20 modulunu aldığım üçün 20 böl 4-dən 5 metr böl saniyənin kvadratı. İndi bunu yadda saxlayaq ki, cismin təcili 5-dir. Diqqət eləsək, belə ki, bu cisim necə hərəkət edir? Yavaşayan hərəkət edir. Özdə bərabər yavaşayan. Çünki sürəti zaman keçdikcə azalır. Bərabər yavaşayan hərəkət edən cismə təsir edən sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür. Bu səth üzrə cismə hərəkətin əksinə təsir edən bir sürtünmə qüvvəsi var. Newtonun ikinci qanunu cisim üçün yazsaq, bilirik ki, Newtonun ikinci qanunu F əvəzləyici bərabər M vur-A-dır. Burada da F sürtünmə çıx F dartı. Niyə F sürtünmə çıx F dartı? Çünki F sürtünmə F dartıdan böyükdür. Modulca aldıram hər tərəfi. M vur-A-dır. Buradan F sürtünmə çıx F dartımız nə qədərdir? 30 Newton dartı qüvvəsi bərabərdir. M vur. A-mız nə qədər idi? 5. Bura elədi 50. Aydındır ki, F sürtünmə də bərabər 50 plus 30-dan 80 Newton edəcək. Yəni, Y variantı nədir? Doğru cavabdır. 8 yaydan asılmış 4 kg kütləli cisim şaquli aşağı istiqamətdə yönəlmiş bu qüvvə ilə dartılır. Tarazlıq halında yaranan yayda elastiklik qüvvəsi modulunu hesablayın. Bayaq da dediyimiz kimi, tarazlıq halında Newtonun birinci və ya ikinci qanununa görə cismə təsir edən əvəzləyici qüvvə 0 olmalıdır. Bu cismə təsir edən qüvvələri araşdırsaq, baxın, diqqət eləsək, bu cismin biraz arxadan alaq. Bu cismin belə bir ağırlıq qüvvəsi var, mg. Və aydın məsələdir ki, bu yay aşağıya doğru deformasiya olunduğundan, deformasiyanın əksinə yönələn bir elastiklik qüvvəsi var. Və burada görünür ki, cisim tarazlıqdadırsa, yenə deyirəm, buna təsir edən əvəzləyici qüvvə 0 olmalıdır. Yəni, onu yuxarıya doğru dartan qüvvələr aşağıya doğru dartan F və mg qüvvələrinə bərabər olmalıdır. Buradan da alınacaq ki, F elastiklik bərabərdir. F üstəgələk mg. Biz elastiklik qüvvəsini axtarırdıq. Buradan F-imiz 10, ağırlıq qüvvəmiz 4 vur 10-dan 40. Buradan da alınacaq ki, F elastiklik bərabərdir 50 Newton. C variantı doğru cavabdır. Şaquli aşağı istiqamətdə 2 metr böl saniyə sürətlə bərabər sürətlə hərəkət edən liftin döşəməsində cismin çəkisi 48 Newtonlu, bu cismin kütləsini hesablayın. Əgər bərabər sürətlə hərəkət edirsə, bilirik ki, çəki düsturu P bərabər M vur J-dir. Buradan da aydındır ki, M vur 10 bərabər olmalıdır 48. M də bərabər olmalıdır 4,8 kiloqramı. B variantı doğru cavabdır. Baxdıq 73-ə, üfüqi səthi üzrə yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən verilmiş cismin
verilmiş cismin tormozlanma müddətinin onun başlanğıc impulsundan asılılıq qrafiki hansıdır deyir. Belə ki, tormoz müddəti hansı düsturla təyin olunur? V0 böl A düsturu ilə. Burada da bu ifadənin hər tərəfini kütləyə vursaq, M-ə vursaq, MV0 böl M vur A alınır. Və MV0 cismin başlanğıc impulsudur. MA isə cismə təsir edən əvəzləyici qüvvədir və cisim yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edirsə, əvəzləyici qüvvə sürtünmə qüvvəsidir. Verilmiş cisim olduğundan sürtünmə əmsalı, kütlə və qravitasiya sahəsinin intensivliyi sabitdir. Qravitasiya sahəsinin intensivliyi bunlardan asılı olmayan bir sabitdir zaten yer səthində. Mü və M-də verilmiş cisim olduğundan sabitdir. M-in sabit olduğunda özü deyil. Yəni F sürtünmə burada sabitdir. Görünür ki, tormoz P0-dan necə asılıdır? Düz asılıdır. Sürətdədir, düz asılıdır. B variantı doğru cavabdır. 74. 8 kiloqram kütləli cismi kütləsi 6 kiloqram olan bir lincin hansı nöqtəsindən asmaq lazımdır ki, linç tarazlıqda qalsın? Belə ki. Bu 15 kiloqram kütləli cismin asıldığı ip linci saat əqrəbinin əksi istiqamətində fırlamaq istəyir. 8 kiloqram kütləli cisim hələlik dursun. Lincin ağırlığını tətbiq edək. Lincin ağırlığı bir cins linci olduğundan hara düşəcək? Tən ortaya düşəcək. Tən orta deməli bu linc 8 damadır. Tən orta olur 4 dama. Yəni lincin ağırlığı bu nöqtəyə düşməlidir. MG. MG və ya neçə newtondur bu? 8 kiloqram kütləli cismin kütləsi 6 kiloqram. Yəni bu 60 newtondur. MG-yə görə 60 newtondur. 60 isə görünür ki, linci saat əqrəbinin istiqamətində fırlamaq istəyir. İndi baxın, bu 15 kiloqram kütləli cismin momenti FD-dən 150 vur. Nə qədərdir? 2. Bu lincin ağırlığının momenti isə 60 vur 1-dən bunu da hesablayaq 300, bunu da hesablayaq 60. Baxın, görünür ki, 150 newtonluq qüvvənin və ya 15 kiloqram kütləli cismin momenti lincin momentindən böyükdür. Yəni linç bu halda saat əqrəbinin əksi istiqamətində fırlanacaq. Diqqət eləsək, linç tarazlıqda qalsın deyir. Yəni lincə bu tərəfə fırladıcı əlavə bir moment də lazımdır ki, linç tarazlıqda qala bilsin. İndi diqqət eləsək, cismi bu tərəfdən asacağımızı artıq qərarlaşdıq. Belə ki, 150 vur 2, yəni bu cismin momenti bərabər olmalıdır. Lincin momenti nə qədər idi? 60 vur 1 üstə gələk. 80 ki, bu cismin ağırlığı vur onun qolu. Moment bərabər FT düsturuna görə. Bura 240 bərabərdir. 80 vur D-dən, D bərabərdir 3 alınacaq. Linkdən sağa 3 ədəd saysaq 1, 2, 3. Elə 3-ün özünə düşür. Yəni C variantı nədir? C variantı doğru cavabdır. Qüvvə momentin sabit qiymətində. Qüvvənin modulunun qüvvə qolundan asılılığı. Qüvvə momenti M bərabər FT düsturu ilə təyin olunur. Gəlin buradan F-i tapaq. F bərabərdir. M böl D-dir. Sürətdəki kəmiyyət sabitdir. Görünür ki, qüvvə D-dən tərs asılıdır. Məxrəcdəki kəmiyyətdən tərs asılıdır. Bu da D variantına uyğun gəlir. Deyə bilərik ki, bu B variantı da bir tərs asılılıqdır. Amma burada bu sıfır var. Bu sıfıra qüvvənin bir müəyyən qiyməti uyğun gəlib. Bu sıfırda qüvvənin müəyyən qiyməti varsa, onun momenti sıfırdır da. FD məsələn bir 20 newton vur 0 sıfırdır. Amma bu nöqtələrdə artıq nə görürük? Görürük ki, bu nöqtələrdə deməli necə olur? Həm qol var, həm qüvvə var. Yəni qüvvənin qolu hasili var və o necədir? Bir sabit cəmiyyətdir. Necə olur ki, burada sıfırdır, amma burada müəyyən qiyməti var. O sabit deyil. Yəni bu qrafik tərs olsa da, tərs görünürsə də ona uyğun deyil. 76. Verilmiş kütləli cisim blokların köməyi ilə hamar mail müstəvi boyunca bərabər sürətlə qaldırılır. Sistem qüvvədə neçə dəfə qazanc verdiyini soruşur bizdən.
Deməli, diqqət eləsək, bu ipdə F qədər gərilmə yaranacaq, bu ipdə. Belə bir F qədər gərilmə yaranacaq. Həmin F qədər gərilmə keçəcək bu ipə. Eyni ipdə eyni gərilmədən bu iki ipdə də eyni gərilmə olacaq. Bura doğru bir F var. Bu bloku belə dartan bir F, bu bloku belə dartan bir F. Nəticədə bu ipə 2F keçəcək. Bu 2F cismə təsir edən gərilmə qüvvəsidir. Cismi yuxarıya doğru 2F qüvvəsi dartır. Bəs aşağıya doğru, aşağı dediyim, yəni bu belə aşağıya nəzərdə tuturam. Bu cismin ağırlığı var, mg. Bu ağırlıq qüvvəsinin bir var perpendikulyar toplananı, bura alfa bucağı desək, nə idi? Mg kosinus alfa idi. Və bir də var paralel toplananı, bu da mg sinus alfadır. Və son olaraq cismə belə dayağa perpendikulyar bir reaksiya qüvvəsi təsir edir. İndi diqqət eləsək, bu iki qüvvə tarazlaşır. Dayağın reaksiyası və mg kosinus alfa. Cisim bərabər sürətlə hərəkət edirsə, Newtonun 1 və ya 2-ci qanununa görə ona təsir edən əvəzləyici qüvvə 0 olmalıdır. Bu cismi bu ox üzrə belə bir bu təbii paralel olmalıdır. Bu belə bir x oxu üzrə qəbul eləsək 2f yuxarı dartır, mg sinus alfa aşağı dartır. Nəticədə o iki qüvvə də bərabər olmalıdır ki, cismə təsir edən yekun əvəzləyici qüvvə 0 olsun. Yəni biz nəticə olaraq aldıq ki, 2f bərabərdir mg sinus alfa. 2f qalsın. mg də qalsın, vuraq. Sinus alfa qarşı katetin hipotenuza nisbətidir. Yəni 3-ün 15-ə nisbətindən 1/5. Buradan da f-i tapsaq, aydın məsələdir ki, mg böl 10 alınacaq. İndi diqqət eləyək nəyə? Bu 10-a. Biz f qüvvəsi tətbiq etdik və mg ağırlıqlı cismi mg böl 10 qüvvəsi ilə dartdıq. Yəni mg böl 10 dəfə qüvvədə, daha doğrusu 10 dəfə qüvvədə qazandıq. 10 dəfə bizim qazancımız oldu. 10 dəfə az qüvvə ilə dartdıq. Yəni bu sistemin qazancı 10 dəfədir. Baxdıq 77-yə, o nöqtəsinə nəzərən f qüvvəsinin qolu hansıdır? Bilirik ki, qüvvə qolu fırlanma oxundan qüvvənin təsir xəttinə çəkilmiş perpendikulyardır. Bu qüvvənin təsir xətti, baxın belə geninə boluna uzatsaq, budur, bu xəttlərdir. Ona çəkilmiş perpendikulyar da budur, bu 90 dərəcə. Yəni OC qüvvə qoludur. A variantı doğru cavabdır. 78. Kütləsi 10 kiloqram olan cisim bloklar sistemi vasitəsilə 2 metr/saniyə kvadratı sabit tərzdə qaldırılır. İpin sərbəst uzuna təsir edən F qüvvəsinin qiymətini hesablayın. Yenə burada F və burada F qüvvələri yaranacaq eyni ipdə, eyni gərilmədən. Nəticədə bu ipə, bu cismə təsir edən bir 2F qüvvəsi keçəcək. Bu 2F qüvvəsi cismi yuxarı dartır. Cismin ağırlığı var, aşağıya doğru ağırlıq qüvvəsi var, mg. Və cismin təcili yuxarıdır. Aydındır ki, 2F böyükdür ki, mg-dən cismin təcili haradır? Yuxarıya doğrudur. Cism üçün Newton 2-ci qanunu yazaq. Newton 2-ci qanunu F əvəzləyici bərabər m vur a idi. 2F cismi yuxarıya dartır. Baxın, 2F cismi yuxarıya, mg isə aşağıya dartmağa çalışır. Təcil də yuxarı olduğundan 2F mg-dən böyükdür. Yenə 2F çıx mg bərabərdir. M vur a-dır. 2F F axtarırıq. Çıxaq mg ağırlığı 100 bərabərdir. Kütləsi 10 təcili 2-dən 20. 2F bərabərdir 120-dən. F bərabərdir 60 Newton alınacaq. C variantı doğru cavabdır. Hansı cihazlardan istifadə edərək cismin kinetik enerjisini təyin etmək olar? Cismin kinetik enerjisi Y kinetik bərabərdir mv kvadrat böl 2 düsturu ilə təyin olunur. Burada m kütlə, v də sürətdir, bilirik. Aydındır ki, sürət, ani sürət spidometrlə ölçülür, kütlə isə tərəzi ilə ölçülür. Nəticədə cismin kinetik enerjisi spidometr və tərəzi ilə ölçülə bilər. B variantı doğru cavabdır. 2y potensial böl x ifadəsi ilə hansı fiziki əməliyyat təyin olunur? Deməli, burada gəlin 2 böl x-i qarşıya ataq.
Vur Y potensial yazıq. Vur Y potensial. 2 bölü x qalsın. 2 bölü x qalsın. Vuraq. Potensial enerjinin, yayın potensial enerjisinin ən köklü düsturu kx kvadrat bölü 2. Buradan 2'lər getsə, x'in kvadratı ilə x getsə, qalır kx. Hooke qanununa görə bu ifadə nədir? Qüvvə, elastiklik qüvvəsidir. A variantı doğru cavabdır. Baxaq 81-ə. Cismin kinetik enerjisinin onun impulsunun modulundan asılılıq qrafiki hansıdır? M-də sabit verir. Y kinetik bərabərdir. mv kvadratı bölü 2-dir. mv kvadratı bölü 2. Bu ifadənin hər tərəfini kütləyə vursaq alınır m kvadrat v kvadrat bölü 2. Və m kvadrat v kvadrat bunu gəlin bax belə mötərizənin üstünə keçirsək bu impulsdur da mv. Onda olur p-nin kvadratı böl nə? 2m. İndi diqqət edirik nəyə? Kütlə sabitdir, yəni məxrəc sabitdir. Kinetik enerji impulsun kvadratı ilə düz asılıdır. Yəni B variantı doğru cavabdır. Təcil və impuls üçün Euler-Venn diaqramında uyğun ifadələr müəyyən edin. Təcil və impuls hər ikisi vektorial cəmiyyətdir, çünki hər ikisinin istiqaməti var. Sürət istiqamətində yönəlir, bu impulsdur. Əvəzedici qüvvə istiqamətində yönəlir, bu Newtonun ikinci qanununa görə təcildir. Düzxətti bərabər sürətli hərəkətdə sıfıra bərabərdir, bu isə yenə təcildir. Deməli, 1-ə 3, 4, 1-ə 3, 4, 2-yə 2, 3-ə 1, Y variantı doğru cavabdır. Baxdıq bura, tarazlıq vəziyyətindən çıxarılmış cisim öz-özünə ağırlıq qüvvəsinin qüvvə momentinin təsiri ilə əvvəlki vəziyyətinə qayıdarsa, bu növ tarazlıq dayanıqlı tarazlıq adlanır. Tarazlıq vəziyyətindən çıxarılmış cisim öz-özünə əvvəlki vəziyyətinə qayıda bilmirsə, bu növ tarazlıq dayanıqsız tarazlıq adlanır. Halında olan cismin ixtiyari vəziyyətində ona təsir edən qüvvələrin əvəzedici sıfıra bərabər olur. Bu isə fərqsiz tarazlıqdır. Dayanıqlı tarazlıq vəziyyətində olan cisim dayanıqlı tarazlıq vəziyyətində. Deməli, minimum potensial enerjiyə bərabər olur. Cisimlər öz potensial enerjilərini minimuma endirməyə çalışır. Və dayanıqlı tarazlıqda da minimum olur da, istəyir ki, minimuma endirsin. Minimuma endirəndə də dayanıqlı olur. Yəni, dayanıqlı tarazlıq halında cismin potensial enerjisi minimum, dayanıqsız tarazlıqda isə maksimum olur. Deməli, cavab oldu 2, 3, 1, 5, 4. Baxdıq 84-də Günəş ətrafında orta sürəti 30 km/saniyə olan yerin 5 dəqiqə ərzində getdiyi yolu hesablayın. Yerin Günəş ətrafında təqribən çevrə üzrə hərəkət etdiyini desək, getdiyi yol L bərabər V orta vur T şəklində hesablana bilər. Buradan da L bərabər V orta 30 vur km/saniyə. Bunu əsas vahidyə çevirək. Kilometri metrə çevirmək üçün 10^3-ə, yəni 1000-ə vururuq. Vuraq. Oldu artıq metr/saniyə. 5 dəqiqəni də saniyəyə çevirsək 300 saniyə. 60-a vururuq 300 saniyə. Bu da eləyəcək, deməli 9 vur 10^6. 10^6 metr. Və bunu kilometrə çevirmək üçün 10^3-ə böləcəyik, olacaq 9 vur 10^3 kilometr və ya 9000 kilometr. 85 uzanmayan çəkiz iplərdən asılmış yüklər sabit təcrübə hərəkət edir. T bərabər 30 Newton olarsa F gəlmə qüvvəsini Newton ilə hesablayın. Bu ipdə T gərilməsi varsa, aydın məsələdir ki, bu ipdə də, bunu rəhli göstərim, bu ipdə də bir T gərilməsi var. Eyni ipdə eyni gərilmə. İndi diqqət eləyək nəyə? Bu, aydındır ki, cismin çəkisi onun dayağı və ya askıya göstərdiyi təsir qüvvəsidir. İndi bu T həm 2m kütləli cismin, həm də 3m kütləli cismin çəkilərinin cəminə bərabərdir. Yəni T bərabərdir 5m vur. Cisimlər də aşağı yönəlmiş təcillə hərəkət elədiyindən olur nə? J minus A. Diqqət eləyək. F qüvvəsinə, F qüvvəsi, F gərilmə qüvvəsi isə yalnız və yalnız 3m kütləli cismin çəkisinə bərabərdir. Onda F də bərabərdir 3m vur J minus A-ya. Bunları tərəf-tərəfə bölsək, T bölü F bərabərdir 5 bölü 3 alınacaq. T 30 idi, F-i axtarırdıq.
Göründüyü kimi burada 6 dəfə artım varsa, burada da 6 dəfə artım olmalıdır. Yəni F bərabər olmalıdır 18 Newtona. Baxdıq 86-ya. Tarazlıq halında çəkisiz yaylardan asılmış cisimlərin kütlələri və yayların sərtlikləri uyğun olaraq bu olarsa, yaylarda yaranan elastiklik qüvvələri və yayların potensial enerjiləri arasında doğru münasibətləri tapın. Deməli görürük ki, tarazlıq halındakı deyil. Tarazlıq halındadırsa, bu cisimlərə təsir edən əvəzləyici qüvvə 0 olmalıdır. Bir cismi araşdırsaq, bunu aşağıya doğru ağırlıqda artırmı? Belə bir M1J. Və yuxarıya doğru da bu yaydakı elastiklik qüvvəsi də artacaq. Nəticədə bu iki qüvvə bərabər olmalıdır ki, o tarazlıqda qalsın. Əvəzləyici qüvvə 0 olmalıdır. Onda alınacaq ki, F elastik bərabərdir mj. Deməli, F1 bərabərdir m1j və F2 bərabərdir m2j. Əgər bunları tərəf-tərəfə bölək, alınsın ki, F1 bölü F2, F1 bölü F2 bərabər m1 bölü m2. m1 də 2m2 olduğundan bölür 2. Yəni alınır ki, F1 bərabər 2F2. 1, 2 doğrudur. Keçək potensial enerjiyə baxaq. Deməli, aydın məsələdir ki, yayın potensial enerjisi Y potensial bərabərdir Kx kvadratı böl 2 düsturu ilə təyin olunur. Bu ifadənin hər tərəfini K-ya vursaq, olacaq K kvadrat X kvadrat böl 2K. Və bu kvadratı birbaşa mötərizənin üstündə yazsaq, olacaq bu Hooke qanununa görə elastiklik qüvvəsidir böl 2K. Göründüyü kimi yayların sərtliyi sabitdir. Yəni 2K ifadəsi bir sabitdir. Potensial enerji qüvvənin kvadratı ilə düz asılıdır. Yəni Y potensial 1 böl Y potensial 2 bərabərdir F1 böl F2-nin kvadratı. Biz nəticə olaraq almışdıq ki, F1 bərabərdir 2F2. Yəni F1 böl F2 2 edəcək. 2-nin kvadratı 4. Buradan da alınır ki, Y potensial 1 bərabərdir 4 Y potensial 2. 87 fiziki cəmiyyətlər və onların vahidləri arasında uyğunluğu müəyyən edin. Çəki nə idi? Çəki qüvvə idi. Onun vahidi Newton olmalıdır. İmpuls M V hasilidir. Yəni vahidi kiloqram vur metr böl saniyədir. Son olaraq enerji vahidi jouldur. Joule Newton vur metrdir. Belə də qalsın hələlik. 1, 2, 3. Deməli, çəki dedik ki, qüvvədir. Vahidi Newton, Y və Newtonun açılışı da MA-ya görə kiloqram vur metr böl saniyə kvadratından kiloqram vur metr böl saniyə kvadratı ilə A edəcək. 1-ə YA. 2 impuls dedik ki, kiloqram vur metr böl saniyə onun vahididir. C. 3 enerji dedik, joule enerji vahididir və son olaraq joule-un Newton vur metrində bu ifadəni, bu kiloqram vur metr böl saniyə kvadrat ifadəsi metrə vururuq. Nəticədə olur metr vur metrin kvadratı olduğundan B variantı da nəyə gedir? 3-ə gedir. Baxdıq situasiyaya 88. Deməli, üfüqi səthi üzərində qoyulmuş bu kütləli cisimlər iki taxta parçası iplə bir-birinə bağlanıb. Cisimlər sabit 20 Newton qüvvənin təsiri ilə bu sürətlə düz xətt bərabər sürətlə hərəkət edir. Bir müddət sonra ip qırılır. Hər iki cisimlə üfüqi səth arasında sürtünmə əmsalı bu eynidir. İpin çəkisi nəzərə alınmır R10. Cisimlər səth arasında sürtünmə əmsalını hesablayın. Cisimlərlə səth arasında. Baxın, diqqət eləyək nəyə? Bu M1 cismini geriyə doğru belə bir T qüvvəsi dartır. Bunu biraz kiçik. Və bu M1 cismini geriyə doğru bir F sürtünmə 1 dartır. Bu M2 cismini isə ileriyə doğru T qüvvəsi dartır və geriyə doğru isə F sürtünmə 2 qüvvəsi dartır. İndi bu cisimlərin bərabər sürətlə hərəkət etməyi üçün şərtə görə cisimlər sabit sürətlə, bərabər sürətlə hərəkət edirlər. Belə olması üçün hər ikisinə təsir edən əvəzləyici qüvvə 0 olmalıdır. Onda M1 cismi üçün F bərabərdir T plus F sürtünmə 1 olacaq. M2 cismi üçün T bərabərdir F sürtünmə 2 olacaq.
T'nin bu ifadəsini burada nəzərə alsaq, alınacaq ki, f bərabərdir. F sürtünmə 1 plus f sürtünmə 2. Yerinə qoysaq, f bərabər mü m1j üstə gələk, mü m2j-dən mü j vur m1 üstə gələk m2 alınacaq. Buradan da. Deməli 10 mü vur m1 üstə gələk m2, yəni 4 plus 6 10 bərabər olacaq f-ə. F-də nə qədər idi? 20. Buradan da alınır ki, mü bərabərdir 0,2. Baxdıq 89-a. İp qırıldıqdan sonra hər bir cismin necə hərəkət etdiyini yazın, cavabınızı əsaslandırın. Diqqət eləsək, bu ip qırılanda artıq burada gərilmə qüvvəsi gedir. Elə bil burada artıq. Baxın, bu ip qalmadı. Bu ip getdi. Bu ip gedəndə cismə, bu M2 cisminə yalnız sürtünmə qüvvəsi təsir edir və o hərəkətin əksinə yönəlir. Cisim həmən sürətlə sağa gedəcək, sürtünmə də onun əksinə. Bu yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cisim tormozlanacaq. Yəni ikinci cisim tormozlanacaq. Diqqət eləsək, onu da deyək ki, bunun təsir edən əvəzləyici qüvvə bu F sürtünmə 2 qüvvəsidir və o əksinə, sürətin əksinə bir təcil yaradır. Belə bir təcil. Sürətlə də təcil əksinə yönəldiyindən M2 cismi nağarır, yavaşlayır. İndi gələk M1 cisminə. M1 cisminin ip qopduqdan sonra ona təsir edən bir F qüvvəsi var. Həmən F qüvvəsi. Nə qədər idi F qüvvəsi? 20 Newton. Və ona təsir edən bir F sürtünmə 1 qüvvəsi var. O da mü M1J-dən 0,2 vur, 10 vur 4-dən elə bil. 2 vur 4, 8 Newton. Və görünür ki, F böyükdür, F sürtünmə 1-dir. Bu qüvvə, bu F sürtünmə 1-dən böyük olduğu üçün, baxın, sürət bu tərəfə idi. Təcil də bu tərəfə oldu, əvəzləyici qüvvə istiqamətində. Nəticədə sürətlə təcil eyni istiqamətdə yönəldiyindən və təcil sabit olduğundan birinci cisim düzxətli bərabər təcil hərəkətin bərabər yeniləşən növünü icra edəcək. 90. İp qırıldıqdan 3 saniyə sonra ərzində M2 cismin getdiyi yolun zamanı asıllıq qrafikini qurun. Qrafik asıllıqda ilk 3 saniyə ərzində gedilən yolun qiymətini yazın. Yolu metr zamanı belə də saniyə ilə ifadə edəcəyik. İlk olaraq buradan qrafikimizi qeyd edək. Yolun zamandan asıllığı. Burası 0. Deməli, bu metr vahidi ilədir. Bu da saniyə vahidi ilədir. İndi diqqət eləsək, gəlin ikinci cismin tormoz müddətini tapaq. Tormoz müddəti V0/A idi. V0/A. İp qopanda cismin sürəti elə bunların hərəkət elədiyi sürətə bərabər olacaq. Bu 6-ya. 6 böl. Təcildə nə qədər olacaq bu cismin? Müj qədər. Yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cismin təcili müjdir. 0,2 vur 10-dan 2 eləyəcək təcilidə. Nəticədə cisim 3 saniyə sonra dayanacaq. Və elə bizdən də 3 saniyə üçün istəyir. Bərabər yavaşlayan hərəkət edən cismin yolunun zamandan asılılığı bu tip bir asılılıqdır. Bu tip, hətta bunu biraz belə də çəkək. Bu tip bir asılılıqdır. 3 saniyəyə uyğun gördük ki, cisim dayanır. Yəni burada getdiyi yol onun tormoz yoludur. Ki tormoz yolu da bilirik ki, V0-ın kvadratı böl 2A düsturu ilə təyin olunur. V0-ın kvadratı 36 böl A da 4-dən 9 metr yol gedəcək cisim. Bax, burada oldu 9 metr. Bu qədər. Cismin sürət yolunun zamandan asıllıq qrafiki ilk 3 saniyə ərzində belə olur. Sonra artıq sabit qalacaq cisim hərəkət etmədiyi üçün. Sağ olun, gələn videolara dək.